Xəyanət edən kişilər 10 mindən 20 min manata qədər cərimə ödəyəcəklər və bu xəyanət psixoloji çatışmazlıqdır, mütəxəssislər iddia edir. Bu və digər maraqlı xəbərlərimizi izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Bu xəbərdən sonra bir çoxlarınız Bismillahdan sonra hara haçibuda deyəcəksiniz. Niyəsi ondan ibarətdir ki, Yaponlar yemək yeməmişdən qabaq bu ifadəni işlədirlər. Bu isə tam doyana qədər yemə deməkdir. Bu cür üsulla qidalanmağa başlasanız, o zaman sağlamlığınız çox daha yaxşı olar, ömrünüz də uzun. Yaponların uzun ömürlülük sirri. Yaponiyada geniş yayılmış sadə vərdiş hara haçibu prinsipi alimlərin diqqətini cəlb eləyib. Bu yanaşma yeməyi tam doyduqdan sonra deyil, təxminən 80% toxluq hissində dayandırmağı tövsiyə edir. Məlumata görə bu üsul kalori qəbulunu azaltmağa, çəkiyə nəzarət etməyə və sağlam qidalanma vərdişlərini formalaşdırmağa kömək eləyir. Araşdırmalar göstərib ki, bu qaydanın tətbiq olunduğu cəmiyyətlərdə bədən kütlə indeksi daha aşağı olur və çəki artımı daha yavaş olur. Eyni zamanda bu yanaşma şüurlu qidalanma prinsipləri ilə üst-üstə düşərək həddindən artıq yeməyin qarşısını alır. Kakao orqanizmə kifayət qədər xeyirli məhsuldur. Lakin ondan hazırlanan hər şokolad bu qədər faydalıdırmı? Sualın cavabını Kəmal Osmanova verəcək. Hər şokolad sağlamlıq üçün faydalı deyil. Kakao tərkibli məhsullar sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə tanınır. Müxtəlif beynəlxalq araşdırmalar, Avropa alimlərinin tədqiqatları və Amerika Birləşmiş Ştatında aparılan geniş miqyaslı kosmos layihəsi göstərib ki, kakao flavanollar və teobromin kimi bioaktiv maddələrlə zəngindir. Bu maddələr antioksidant və iltihab əleyhinə təsir göstərir, ürək-damar sağlamlığını dəstəkləyir və koqnitiv funksiyalara müsbət təsir eləyir. Hətta bəzi nəticələr kakao qəbulunun ürək-damar xəstəliklərindən ölüm riskini azaltdığını göstərib. Bununla yanaşı Böyük Britaniyada yerləşən Kral Kolleci Londonun alimləri teobrominin bioloji yaşlanmanın ləngiməsi ilə əlaqəli ola biləcəyini bildirib. Lakin mütəxəssislər vurğulayıb ki, kommersiya şokoladları, yəni sənaye üsulu ilə istehsal olunan şokoladlar eyni dərəcədə faydalı deyil. Süd və ağ şokoladlarda şəkər və yağ çox, faydalı maddələr isə az olur. Ən yaxşı seçim flavanol baxımından daha zəngin olan tünd şokolad hesab edilir. Buna baxmayaraq, şokoladın gündəlik qida kimi deyil, az miqdarda və ölçülü şəkildə istehlakı tövsiyə olunur. Robotların zavodda işləməyini görmüşük. Kifayət qədər bir çox məişət məsələlərində də bizə yardım edirlər. Lakin bir anlıq pianoda ifa eləyən robot əl təsəvvür edin. Bəli, nəhayət ki, alimlər bacardı və insan əlinə yaxın mükəmməllikdə olan bir robot əl yarada bildi. İnsan hərəkətlərini təkrarlayan robot əl hazırlanıb. Alimlər barmaqların hərəkətini yüksək dəqiqliklə təkrarlaya bilən yeni robotlaşdırılmış əl təqdim edib. Bu yenilik robot texnikasında əsas problemlərdən biri sayılan zəif propriosepsiyanı, yəni bədən hissələrinin bir-birinə və ətrafa nisbətdə vəziyyətini, hərəkətini və tarazlığını hiss etmə qabiliyyətini aradan qaldırmağa yönəlib. Yeni konstruksiya sərt və elastik elementlərinin birləşməsindən ibarətdir və çox istiqamətli bükülmə sensorları ilə təchiz olunub. Robot əlin 18 hərəkət sərbəstliyi var ki, bu da insan əlinin imkanlarına yaxın hesab olunur. Sensor sistemi optik texnologiyaya əsaslanır. Sınaqlar zamanı robot əl pianoda ifa etmək, kompüteri idarə etmək və qayçı ilə kəsmək kimi tapşırıqları uğurla yerinə yetirib. Tədqiqatçılar bildirib ki, bu texnologiya gələcəkdə xidmət robotlarında, sənayedə və protezlərin hazırlanmasında geniş tətbiq oluna bilər. Yeməkdən əvvəl, yeməkdən sonra, yemək zamanı, səhər, axşam dərmanı nə vaxt qəbul eləyək? Alimlər çox böyük bir araşdırma aparıb və məlum olub ki, dərmanı nə vaxt içmək lazımdır bilmək istəyirsinizsə, süjetə baxın.
Dərman qəbulunun ideal vaxtı müəyyən edilib. Michigan Universitetinin alimləri insanın bioloji saatını nəzərə alaraq dərman qəbulunun optimal vaxtını hesablamağa imkan verən riyazi model hazırlayıb. Tədqiqatın nəticələri PLOS Computational Biology jurnalında dərc olunub. Model xronoterapiya prinsipinə əsaslanır. Bu yanaşmaya görə dərmanların təsiri orqanizmin təbii bioloji ritmləri ilə uyğunlaşdırıldıqda daha effektiv olur. Araşdırmada əsas diqqət dopamin sisteminə təsir edən preparatlara yönəldilib. Nəticələr göstərib ki, dərmanın günün hansı saatında qəbul edilməsi onun təsir müddətinə birbaşa təsir eləyir. Preparat dopamin səviyyəsinin təbii artımından bir neçə saat əvvəl qəbul edildikdə təsiri daha uzun sürə bilər. Alimlər modeldə sirkadial və ultradial ritmləri də nəzərə alıb. Bununla belə fərdi xüsusiyyətlər hələ tam nəzərə alınmadığından əlavə klinik tədqiqatlara ehtiyac var. Xəyanət edən kişilər 10.000 manatdan 20.000 manata qədər cərimə olunacaqlar. Əgər iddia edən xanım və yaxud da bəy sübut eləsə, videolarla, şəkillərlə və yaxud da yazışmalarla ki, ona xəyanət edilir, qarşı tərəfdən təzminat ala biləcək və boşanma da mütləq deyil. Bu psixoloji çatışmazlığın qiyməti 20.000 manatdır. İnsanlar niyə xəyanət eləyir? Amerika Birləşmiş Ştatlarında aparılan sorğuya görə xəyanətin əsas səbəblərindən biri emosional çatışmazlıqdır. Partnyorlar arasında diqqət və anlayış azaldıqda insanlar bu boşluğu başqa münasibətlərlə doldurmağa çalışır. Mütəxəssislər qeyd edib ki, xəyanət təkcə bir səbəbdən yaranmır. Bu fərdi xüsusiyyətlər, münasibət dinamikası və emosional ehtiyacların qarşılıqlı təsiri nəticəsində formalaşan mürəkkəb prosesdir. Azərbaycanda həyat yoldaşına xəyanət hüquqi baxımından müəyyən nəticələrə səbəb olur. Bu hallarda zərər çəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir. 2026-cı ildən etibarən qüvvəyə minən qərarın etibarlığı keçmiş xəyanətlərə aid deyil. Əsas məsələ xəyanətin sübut edilməsidir. Bunun üçün video və fotomateriallar, yazışmalar və ya qeyri-rəsmi nikahdan övladı olan hallarda müvafiq sənədlər təqdim edilə bilər. Xəyanətə uğrayan tərəf məhkəməyə müraciət edərək şəxsiyyət hüquqlarının pozulması və ləyaqətin alçaldılması üzrə iddialarını qaldıra bilər. Təmin olunduğu halda bu məbləğ 10-20 min manat arasında dəyişəcək. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.